Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə TRT xəbər məlumat yayıb. Məlumata görə tərəflər Türkiyə-Rusiya münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Erdoğan telefon danışığı zamanı Türkiyənin Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün başladılan prosesi yaxından izlədiyini, ləyaqətli və davamlı sülhün təmin olunması üçün Türkiyənin hər cür dəstəyi göstərməyə, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib deyə məlumatda deyilir. O həmçinin Qaradənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini inandığını deyib. Türkiyə prezidenti eyni zamanda əlavə edib ki, rəsmi Ankara Suriyada Rusiya ilə əməkdaşlığa dəyər verir və hər iki ölkə Suriyada məhsəb zorakılığını qızışdıran hərəkətlərə son qoymaq, sanksiyaların ləğvinə və davamlı sabitliyə nail olmaq üçün birlikdə işləməlidir. Eyni zamanda Türkiyə lideri Suriyanın resurslarının Suriya keçid hökumətinə həvalə edilməli olduğunu və Suriya Demokratik Qüvvələri adlandırılan qüvvələrin ləğvini dəstəklədiyini, Suriyanın artıq terror təşkilatları üçün uyğun bir bölgə olmadığını qeyd edib.